Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birinin fəaliyyəti ilə bağlı ciddi iddialar irəli sürülüb. Şəhər sakini tərəfindən səsləndirilən ittihamlara qarşı tərəf olan sahibkar da münasibət bildirib. Şirvan şəhərində ekoloji vəziyyət və ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı ciddi narazılıq yaranıb. Şəhər sakini Məlikov Rahil Sahiloğlu ərazidə fəaliyyət göstərən iaşə obyektlərindən birinin kür çayını çirkləndirdiyini iddia edir. Şikayətçi Rahil Məlikovun iddiasına görə Şirvan şəhəri ərazisində fəaliyyət göstərən sahil restoranından çıxan kanalizasiya suları və heyvan içalatı birbaşa kür çayına axıdılır. Sakin qeyd edir ki, bu hal həm ekoloji mühitə, həm də ətrafda yaşayan insanların sağlamlığına ciddi təhlükə yaradır. Məsələyə aydınlıq gətirmək və qarşı tərəfin də mövqeyini öyrənmək məqsədi ilə sözügedən obyektin rəhbəri Rəsul adlı sahibkarla əlaqə saxlanılıb. Sahibkar irəli sürülən bütün ittihamları qətiyyətlə rədd etdi. Obyektimiz haqqında səsləndirilən iddialar tamamilə yanlışdır və heç bir real həqiqəti əks etdirmir. Restoranın fəaliyyəti tam qanunidir. Bütün hüquqi sənədlərimiz öz qaydasındadır və işimiz müvafiq normativlərin tələblərinə uyğun təşkil olunub. Mən Məlikov Rahil Sahiloğlu, Şirvan sakini, Xanlar küçəsi ev 17-də yaşayıram. 3 dənə də birinci qrup şikəst uşaq atasıyam. Mənim bu sahil restoranla bağlı şikayətim oldu dünənləri. Dünən yox, bir neçə gün bundan qabaq. Haqsızlıqlar, qiymət süni qaldırılmasında, bax, mən də bugün müraciət edirəm Bəndvurma İdarəsinin rəhbərliyinə. Çox hörmətli rəhbər, 5 saylı vergilər idarəsinin rəhbəri, Şirvan şəhərində 5 saylı vergi idarəsinin rəhbəri. Sizə müraciət edirəm. Hansı formada müqavilə bağlayıblar sizə? İllikdir, aylıqdır bunlar. Budur bahaçılığa, budur haqsızlığa yol verirsiniz. Hansı yeməklərin müdaxilə qəbzini verirlər, çeklərini verirlər. Siz əldə nəsə eləmişsiniz ki, göz yumursunuz da belə şeyə. Bunların əmək müqaviləsi var. Geyimləri yox, keçimləri yox, başların papaqları yox, üzlər tükülü, əllərindən natxolka, dırnaqlar da 3 mm, içində də libo mikrofdan var. Buna nəzarət edin, xahiş edirəm. Belə şey eləməyin. Cəmaatın həyatı ilə oynamayın, siz kişi götürüb qeyri-qanunsuz durub buradan haqq alasınız, cəmaatın ölümünə haqlayırsınız. Xahiş edirəm, gəlin vaxtına reyt keçirdin. 15 manat kebabın müdaxilə qəbzini vermirlər. 300 manatda oturursan 2 dəyişirsən 500 manat alırlar, müdaxilə qəbzi yoxdur. Nə səbəbə? Yağın əldən əhsil ediblər ki, arxençidir. Arxendirlər bunlar. Mən müraciət edirəm buradan Elman Nuriyev cənablarına. Bu günləri Bəndvurma buradır, xahiş edirəm bura çək. Bu da kürün qalxmasıdır. Hansı formada bu cəmaatı qırmaq istəyir bu restoranın rəhbərliyi? Bu doğru haldır, düz haldır. Fövqələr hara baxırsınız? Çox hörmətli Kemalettin Heydərov. Bu deyir, tikiblər çıqlı-çıqlı, böyük-böyük, nəhəng-nəhəng turbadan obyektləri. Sabah bunun bir dənə nə qərarı yoxdur, nə bunun bir sənəti yoxdur. Çox hörmətli Qida Təhlükəsizliyi Naziri, çox hörmətli Qoşqar Təhməcov cənabları. Əməkdaşları niyə gəlib bura vaxtına reyt keçirmirlər? Ola bilsin, başa düşürəm, hansı formada mən yarıma rəhbərliyi icazə verib ki, bu bəndin zolağından kənara çıxırlar. 10 dənə obyekt, 20 dənə obyekt tikiblər. Sabahları suyun daşmasında gör, nə qədər insanın ölüm təhlükəsi olacaq. Sizdən artıq da xahiş edirəm. 3 şikəst uşaq atası kimi belə şeylərin qarşısını alın. Ay Kemalettin Heydərov cənabları, çox gözəl insan, çox gözəl şəxsiyyət. Əməkdaşlarına bir arada təlimatlandırın da gəlsin belə yoxlasınlar zolaqları. Bugün də mən Şirvanda yaşayıram, balalarım burada yaşayır. Suyun qalxma nəticəsində mən balalarım öləcək. Yaxşı, hansı bir formada su günü-gündən qalxır, ora nətər bənd vura biləcək, hansı formada maşın girəcək, 20 dənə obyekt tikiblər zolağın üstündə. Bəndvurma İdarəsi, nağarmısan, hansı vəsaitlə razılaşmışsınız? Mən ehtimal edirəm ki, sizin orada şəxsi mənifiz var, pul formasında bunu eləmişsiniz, icazə vermişsiniz. Xahiş edirəm sizdən, lazım olan qurumlardan, lazım olan dövlətin nümayəndələrindən gəlsinlər bu Şirvan şəhərində yerləşən Kürüstü sahil kafesinə nəzarət eləsinlər.
xahiş edirəm, bax, ayaq yolların bütün sidiqlərini axıdırlar bax, bu kürə. Biz də buradan su içməklə, bütün cəmaət buradan su içir. Sonra bu qida təhlükəsizliyi, antisanitariya. Bax, ora. Baba, o görkən yerdir, bax, o da ora. Atırlar zibilləri, heyvanın için salatın. Bu günləri cəmaət səhər-səhər gəlir ki, kürün üstündə hava qəbul etsin. Gəlirlər, mikroflarla üzləşirlər, xahiş edirəm. Bu haqda qida təhlükəsizliyi. Ruslan müəllim, müraciətim sənədir. Nəzarət elə, gəl yoxla günə. Hara baxırsınız? Və dövlət tərəfindən maliyyələşirsiniz, dövlət tərəfindən maaş alırsınız. Elə pafqa vurub gəzməyə deyir ki, gəlin nəzarət eləyin, gəlin baxın, yoxlayın. Cəmaatın həyatından oynamayın. Bizim Şirvan şəhər icra hakimiyyətimiz çox gözəl insan, çox gözəl şəxsiyyət. Həmişə sənin dövlət səviyyəsində nəzarət məmur xəstəbalarının üstündədir. Allah sənə ömür versin. Ayılqar müəllim, arada nəzarət etdirin də bu obyektlərə, öz başına tikintilər, öz başına obyektlər. Ola bilsin, sizin işin çoxluğundan diqqət ayıra bilmirsiniz. Tam şəkildə mən məlumat verirəm ki, sözü gedən bu sahil kafesində öz başınalığı tikintilər gedir. Xahiş edirəm, buna bir nəzarət eləsiniz.